dayanmaq lazımdır və bitdi. Günay Qurbanova Avropa çempionatında qadın güləşində ilk medalımızı qazanır. Afərin Günay. 18 yaşlı güləşçimiz Avropa çempionatının mükafatçısıdır. Tüm güləş ailəsini, idmansevərləri təbrik edirik. Qadın güləşində bu Avropa çempionatında ilk medalımız gəlir Günay Qurbanova'dan. Afərin Günay. Çox həyəcanlı, gərgin bir qarşılaşma. Bəli, rəqibin titulu var idi, Avropa çempionatında medalı var idi. Ancaq Günay Qurbanova bu qarşılaşmada Aleysa Getmanova üzərində qələbə qazanır və medal var. Əsət müəllim, ümumi görüşünü də şərh edə bilərik. Yenə fikir verdiniz. Axır vaxtda 5-0 utduğu yerdə gəldi, 5-5 oldu. Yəni ona görə deyirəm, mən qadın güləşində bir vacib belə var. Çox belə həyəcanlı anlar yaradırlar insana. Bizə olimpiada lazımdır. Ha? Günay sanki narazı idi Əsət müəllim. Toğrul Əsgərova dəstəkləyir ki, medaldır. Bizə olimpiada lazımdır deyir. Bəli, ümid edirik olimpiadada daha yaxşı olacaq Günay Qurbanova. Orada da azərkeşlərimizi sevindirə biləcək. İnşallah. Çox maraqlı bir diyaloq izlədik həmin epizodda. Sanki öz medalının narazı idi. Dünən biz canlı yayını təqdim etdik Günay Qurbanovanın Viniklə qarşılaşmasına. Orada çox az qalmışdı. Finalın bir addımlığındaydı. Final güləşməli idi. Bəli, 10-12 saniyə qalmış üstünlüyü əldən verdi. Çox yaxın idi. Ancaq bu dəfə də yenə gərgin bir vəziyyət yarandı. Ancaq bu dəfə saxlaya bildi Günay Qurbanova və bürünc medalımız gəlir qadın güləşində ilk medal və ümid edirəm ki, sabah da digər təmsilçilərimiz həm Jalə Əliyeva, həm Bürgül Sultanova 57 və 65 kiloqramda növbəti bürünc medalları Azərbaycan milli komandasına qazandırarlar. 62'miz də var. 62, 65, 68. Bəli.